Bax bu iki avtomobilin arasına biz 45 dərəcə uzatma parklanma işləyəcəyik. Bu 45 dərəcə parklanma elə parklanma növüdür ki, istənilən dar alanda, istənilən parklanma yerində parklaya bilərsən. İstəyirsən geniş alanda, istəyirsən dar alanda bu parklanmadan istifadə edə bilərsən. Bax, indi diqqət edin. Burada bir avtomobil var, digər avtomobil A avtomobil, düzdür? Biz bu ikisinin arasında daxil olmağa çalışacağıq. Bunun üçün maşınlara maksimum yaxın getməliyik, bax bu şəkildə. Maksimum yarım metr məsafə olsun. Yəni, elə təsəvvür et ki, bax, yeraltı parkinqdəyim və yaxud molun parklanma yerindəyik. Burada parklanma yeridir. Biraz qarşıda divardır. Ona görə də sən maşına yaxın getməlisən, bax. Buna maksimum şəkildə yaxın getməlisən. Və birinci avtomobildən yox, ikinci avtomobildən bizim gücümüzü paralelləşdirir. Hansı hissəsini? Sənə yaxın olan hissəsini. Deməli, parklanma yerində birinci avtomobildən yox, ikinci avtomobilin sənə yaxın olan üçüncüdə gücümüzü paralelləşdirəcəyik. Drive rejimini artırmır. Qoy. Aha, bu drive at, aferin. Bax, gəl, yaxınlaş yavaş-yavaş biraz da. Aha, yaxşıdır. Əlini düzəlt. Bax, gücünü bax, maşının tini ilə paralelləşdir. Olar. Biraz da qabağa versən olacaq. Aha, yaxşıdır, bax. Tam olaraq paralel. İndi dostum, sükanı sola çevirəcəksin. Axıra kimi. Axıra kimi sola çevir. 45 dərəcə buzaq altından qabağa gedəcəyik. 45 dərəcə buzaq altından qabağa gedəcəyik. Və hansı güclə, hansı maşına hesabına götürmüşdük? Sağ gücümüzdə bu ağ maşın 2 dənə, düzdür? İndi həmin güclə, həmin maşın tinin yanında dayanacaqsın. Orada gedək yavaş-yavaş. Gəl, böyük güclə görəndə dayanarsan. Balaca gücünü özümüz ayarlamışıq. Görsənir? İndi artıq görsən. Reverse rejimdə at. Bax. Kameranı görsən. Görsən, bax. Bu avtomobillə bu avtomobilin arasında daxil olacaq. Düzdür? Eyni zamanda sol gücdən də o birisi avtomobilin arxa hissəsi görsən. Bax, görsən. İndi dostum, sükanı düzəlt. 2 dövrə sağa ver. 1, 2. Ay sağ. Bax, torumuzu bırak. Görsən, yenə də soldakı maşının üstünə gelirsən. Düzdürmü? Onun üstünə getməmək üçün hansı güclə hansı maşını hesablandırmışdır? Həmin maşına doğru döndər olur. Yəni sağa doğru döndər. Döndər. Aferin. Döndər. Torumuzu asılsa boşda. Tələsmirik. Parklanma əməliyyat eləyərkən tələsmək lazım deyil. Diqqətli olmaq lazımdır. Bax, əlini düzəldin. Maşının qabağı düzəldi, əlini düzəld. Gəl. Kamerada bax, dayandır maşını. Başlayın. Tamamdır.